Dəfələrlə dedi ki, sən bilirsən ki, bu bank mənə məxsus deyil, bu faktor lizik şirkəti mənim dayım Əhməd Vəliyevə, mənim dayım oğlu Samir Vəliyevə məxsusdur. Kanal 21-ə müraciət edən mərhum futbolçu İlbrus Abbasovun oğlu Vüqar Abbasov Faktor Leasing şirkətindən şikayətçidir. Onun sözlərinə görə valideynlərini itirdikdən sonra ailə evini satmamağı üçün sözü gedən şirkətdən kredit götürüb. Lakin şirkətin maxinasiyaları nəticəsində Prezident İlham Əliyev tərəfindən atasına verilən mənzil satılıb. Hazırda çox çətin şəraitdə kirayədə yaşadığını bildirən Vüqar Abbasov kanalımız vasitəsilə ölkə başçısına müraciət edərək ədalətin bərpa olunmasını xahiş edib. Mən Abbasov Vüqar Elbrusoğlu. Mənim atam Abbasov Elbrus Azərbaycan futbolunda yetərincə nüfuza sahib olan idmançılardan biridir. Atam 1976-cı ildə futbolçu kimi Neftçi Futbol Klubunun şərəfini qorumuş, bu komanda ilə vurduğu qollarla komandanın yüksək liqaya çıxmasında böyük əməyi olmuşdur. Daha sonra müxtəlif klublarda çıxış etmişdir. Atam Elbrus Abbasov hər zaman Ulu Öndər Heydər Əliyevin dəstəyini çiyinləri üzərində görmüşdür. Daha sonra məşqçi kimi fəaliyyətini davam etdirən atam Elbrus Abbasov Azərbaycan milli komandasının məşqçisi olmuş, Qarabağ Futbol Klubunun baş məşqçisi olmuşdur. Qarabağ Futbol Klubu ilə Avropadan Azərbaycana ilk xal gətirən məhz mənim atam Elbrus Abbasovdur. Bugünkü gün mən Abbasov Vüqar Elbrusoğlu çətin durumdayım, ağır, acınacaqlı durumdayım. 2020-ci ildə mən atamı, 17 gün sonra isə anam Gülnar Abbasovanı koronavirusdan itirmişəm. Və ondan sonra mənim daha da ağır günlərim, çətin günlərim başladı. Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev atama hədiyyə etdiyi mənzildə yaşayırdım. Mənim işlərimdə sıxıntı olduğum üçün, çətinliklərim olduğum üçün mən evimi satmama qərarına gəldim və cənab Prezidentimizin o evi bizə hədiyyə etdiyi üçün, həm də ata uzağım olduğu üçün mən o evi satmamaq istədim. Ona görə də evi Faktor Leasing deyilən bir şirkətə qoyaraq oradan vəsait götürmək qərarına gəldim. Və mən həmin şirkətin rəhbəri Ehtram Əliyevlə görüşəndə, Ehtram Əliyev mənə şərtləri təqdim etdi. Düzdür, bu şərtlər məni qane etməsə də artıq mən məcbur oldum ki, mən Faktor Leasing şirkətindən vəsait götürüm. Deməli, Faktor Leasing şirkətinin rəhbəri Ehtram Əliyev mənə təklif etdi ki, bizdə ancaq kredit bu üsulla verilir. Sən bir yaxın adamını gətirirsən, güvəndiyin, tanıdığın, biz mənzili sənin adından onun adına keçirdirik, daha sonra bizim işçimiz Ruslan Aliyevin adına keçirdirik və sənə bu şərtlərlə kredit ayıra bilərik. Mən də artıq məcburiyyət qarşısında qaldım, razılaşmaq qərarına gəldim. Və ondan sonra nə oldusa, ən ağır, acınacaqlı, çətin günlərdə ondan sonra başladı. Mən bu kredit vəsaitini götürdüm. 120 min manat Ehtram Əliyevdən pul aldım. 120 manatın qarşılığında 140 min manat mənə pul yazıldı. 15 min manat şapka aldı, 4 min manat vasitəçiyə verdi, 1000 manat da kimlərə verirsə artıq ondan mənim xəbərim olmadı. Yəni müxtəlif adlar saydı ki, filan yerə göndərdim, bəhmən yerə göndərdim. Mən 6 ay ödənişimi rahatçılıqla elədim. Ondan sonra mənim şəxsi problemlərimə görə kredit ödəməyim çox çətinləşdi. Yəni ödəyə bilmədim. Mən bu krediti ödəyə bilmədim və mənim faktiki 103 min borcum var idi. Mən Ehtram Əliyevə yaxınlaşanda mənim bugünkü gün vəziyyətim çox ağırdır, çətindir. Mən bu pulu ödəyə bilmirəm və mənə kömək elə kreditin faizlərini donduraq. Əgər eləyə bilmirsənsə, mən dövlət qurumlarına müraciət edim. Cənab Prezidentimizə, Mehriban xanımımıza müraciət edeyim. Onlar mənə kömək edəcək. Dərhal kreditin faizləri doldurulacaq. Mən buna əminəm. Ehtram Əliyev mənə heç kimə müraciət etməyə ehtiyac olmadığını, mən özüm bu işi qaydasına qoyacam. Heç bir şeydən narahat olma dedi mənə. Amma mənə 12 min manat pul ver və 12 min manatın qarşılığında mən hansısa bir kredit təşkilatından götürdüyüm, hardansa o pulu götürürəmsə, ora pul ödəməliyəm ki, sənin kredit faizlərini 6-7 ay dondursunlar. Mən də bununla razılaşdım və Ehtram Əliyevin öz otağında 12 min manat borc alaraq Ehtram Əliyevə gətirib verdim. Çünki o ərəfələrdə doğrudan vəziyyətim çox çətin, ağır və sıxıntılı idi. Mən Ehtram Əliyevə 12 min verdim, öz əl yazması da var məndə. Əl yazmanı da mənə təqdim elədi, mən çıxdım. Artıq demək olar ki, işlərimi qaydasına salmağa başlamışdım. Mən Ehtram Əliyevin yanına artıq 8 aydan sonra yaxınlaşanda Ehtram Əliyev sistemi açıb mənə göstərdi ki, sənin bugünkü gün 205 min manat borcun var.
Mən ona dərhal dedim ki, Ehtiram Əliyev, axı siz mən sizdən xahiş elədim ki, bu evi mənim atama cənab prezidentimiz bağışlayıb. Mənim də heç bir yerdə satılası bir şeyim yoxdur o evdən başqa ki, mən satıb işlərimi görəm. Yəni, mənim bir dənə atamdan qalan mənzil idi və cənab prezidentimiz İlham Əliyevin o evi bağışladığına görə mən o evin satılmağını istəmirəm. Sizdən çox xahiş edirəm, siz niyə mənə belə bir vəziyyətə saldınız, siz niyə görə mənim bu maxinasiyalarınıza qurban elədiniz və o mənə ondan asılı olmayan şeylərin olduğunu, sən bilirsən ki, bu bank mənə məxsus deyil, bu bank mənim dayıma məxsusdur, mənim dayım Azərbaycan Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevdir, onun oğlu Samir Vəliyevdir, Samir Vəliyev də hal-hazırda millət vəkilidir. Mən dedim ki, əgər sən bunları mənə vaxtında desəydin, mən bəlkə Samir Vəliyevlə görüşərdim, Əhməd Vəliyevlə görüşərdim, ağsaqqaldır, Əhməd Vəliyev görüşərdim, deyərdim ki, mən filan kəsin övladıyam, mənim atama bu evi dövlət başçımız hədiyyə edib. Sizdən xahiş edirəm, mənə köməklik edin, bu faizlərim dondurulsun, bəlkə o mənə kömək edərdi. Ehtiram Əliyev dondu qaldı, dedi, yox, nə bilim, mən bunu sənə deyə bilmədim. Dedim, sən bunu mənə vaxtında deyərdin, indi mənə deyirsən ki, bir belə faizlər yükləmsən. Yəni, çox çətin bir vəziyyətə saldı məni və mənə artıq 205 binin yaxın günlərdə 250 min, 260 min olacağını söylədi. Dərhal evi boşalt, sən bu evdən çıxmalısan. Mən artıq hər gün evimə makrellər, filkupşiklər, klientlər göndərirdi və mən bu günləri bir daha müraciət edirəm dövlət başçımıza, cənab İlham Əliyevə. Hörmətli Mehriban xanım Əliyevaya, mən bir balanız kimi, övladınız kimi sizdən xahiş edirəm. Mənim atam Azərbaycan futbolunda dərin izlər qoymuş bir insandır. Azərbaycan futbolunda etdiyi əməllərə görə, Azərbaycan futbolunda gördüyü işlərə görə, Azərbaycan futbolunda Qarabağ Futbol Klubu ilə Avropada ilk halı gətirən məşqlərdən biri olduğuna görə cənab prezidentimiz mənim atamı tərtib etdi. Cənab prezidentimiz mənim atamı həmin gün sevindirdi. O bizim ailəmizin ən xoş günlərindən biri idi. Hətta Ağdama gələndə cənab prezidentimiz mənim anam uzun illər Ağdam rayon mərkəzi xəstəxanasının baş həkimi işləyirdi. Cənab prezidentimiz gələndə mənim anam hər kəsin içində cənab prezidentimizə Elbrus'un sizə salamı var dedi və o anda cənab prezidentimiz inanın elə bir reaksiya verdi ki, yəni çox sevindirici, qürur verici bir iş idi bizim ailəmiz üçün. Yəni biz hər zaman mənim rəhmətli valideynlərim onu deyərdi. Necədir? Salam söyle. Mənim atam hər zaman deyərdi ki, biz o torpaqlara qayıdacağıq. Baş komandanımızın nə vaxt əmri olarsa, biz hamımız uşaqdan böyüyə kimi Qarabağımızı azad etmək üçün ayağa qalxacağıq. Çünki bu bizə hamıdan çox lazımdır. Torpaqları azad eləyəcəyik, nəyin bahsına olsun. Bunu erməni də yaxşıdır. Mənim atam hər zaman bunlara deyirdi. Qarabağ Futbol Klubunu bugünkü gün dünyada tanıdan, Qarabağ Futbol Klubunu dünyada tanıdan Qurban Qurbanov, hətta mənim övladım, kiçik Elbrus'u, atamın adını daşıyan Elbrus Abbasovu qəbul edərək ona Qarabağın formasını, atamın 9 nömrəli yazılmış formasını təqdim etdi. İnşallah bizim bir davetleşimiz var. Qarabağın babası o değil mi? Hem Ağdamlı, Benim de bu Qarabağlı, Karabağ. hem de hücumçu olur ve bombardiller sırasında olur. Adı Elbrus olur. Sen nevesinin adı Elbrus. Sizden görüşmeye, Qarabağ Elbrus'un digərlərlə görüşdü orada uşaqlarla. Haberleşimiz olduğuna göre oynamasa da bizim komandanın yüzü olsun. Apesar de que vai jogar, vai ser o mesmo. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev də mənim atama hər zaman hörmətlə yanaşıb. Hər zaman ulu öndərimiz Heydər Əliyev hörmətlə yanaşıb. Ulu öndərimiz bütün sahələrdə olduğu kimi, mədəniyyətdə, incəsənətdə olduğu kimi, idmanda da öz diqqətini, qayğısını həmişə bizim üstümüzdə eləyir. O vurduqca həmişə ulu öndərimiz ayağa qalxıb əl çalardı. O Ermənistan prezidenti isə başını aşağı salardı indiki kimi. Mən bugünkü gün inanıram ki, mənim həqiqətən bu müraciətim öz əksini tapacaq. Mən inanıram ki, tapacaq. Dövlət başçımız Ehtiram Əliyevlə Ehtiram Əliyev haqqında böyük bir ölçü götürülməsi haqqı göstərişlərini verəcək. Mən bugünkü gün xahiş edirəm cənab prezidentimizdən. Mən bu günlərim cənab prezidentimizi özümün, başımın üzərində
böyüyüm, ağsaqqalım hesab edirəm. Mənim heç kimim yoxdur bu həyatda. Mən atasızam, anasızam. Mehriban xanım, siz mənim anamsınız, canımsınız. Siz o qədər bağlıyam mən sizlərə, o qədər arxalanıram mən sizlərə, o qədər güvənirəm mən sizlərə. İnanın Allaha, mən o qədər sevirəm dövlətimi, o qədər sevirəm cənab prezidentimi, o qədər sevirəm onun ailəsini, qürur duyuram ki, 35 ildən sonra doğma torpaqlarımıza qayıtdıq. Bugünkü gün biz doğma torpaqlarımızdayıq. Allah bizim şəhidlərimizə rəhmət eləsin. Allah bizim qazilərimizə can sağlığı versin. Mən bugünkü gün çox qürurluyam, amma inanın mənim bir qolum qırıqdır. Mənim 2 övladım küçələrdə qalır. Artıq 3 ildir mən kirələrdə yaşayıram. Bugünkü gün kirələrdə yaşamağın səbəbi Ehtiram Əliyevdir. Bugünkü gündə deyir ki, Vüqar gedir, hara müraciət edir eləsin. Məndə faiz dayanmır, mən faizi bu qaydada verirəm. Mən ona dedim ki, ola bilər dayanmasın. Amma heç olmasa mənim atamın çəkdiyi əziyyətə 1% də olsa qiymət ver, Ehtiram Əliyev. 1% də olsa qiymət ver. Axı mənim atam yox, anam yox, heç kimim yox. Mən küçədə necə qalım? Bugünkü gün mən 2 ay bir evdə kirədə qalıramsa, sabahısı gün artıq mən o kirənin pulunu verməyəndə məcburiyyət qarşısında mən o kirədən çıxmalıyam, başqa bir ev tapmalıyam. Yəni ehtiyacım oldu, götürdüm. Bugünkü gün peşmanam, kəşki götürməzdim. Dəfələrlə dedi ki, sən bilirsən ki, bu bank mənə məxsus deyil. Bu Faktor Lizing şirkəti mənim dayım Əhməd Vəliyevə, mənim dayım oğlu Samir Vəliyevə məxsusdur. İndi də mənə dəfələrlə məlumat göndərib ki, Samir Vəliyevin, mənim dayımın bu bankla heç bir əlaqəsi yoxdur. Bunun dediyi sözlərin heç biri üst-üstünə düşmür. Artıq inandırım sizi ki, mən neçə illərdir ictimaiyyətə, efirlərə, ekranlara çıxmaq istəmirdim. Çünki utanırdım, həm atamın adına görə, həm öz adıma görə istəmirdim, utanırdım. Amma bugünkü gün artıq mən məcburam, övladlarımın gələcəyinə görə məcburam. Mənim övladım çox savadlı bir şagirddir. 2 övladımın ikisi də çox savadlı şagirdlərdir. Bugünkü gün mənim evimdə elə bir övladlar böyüyür ki, yəni sabahki gün Azərbaycana böyük faydaları dəyən övladlar böyüyə bilər. Mənim evimdə bu günlərim başımın üzərində asılan bax bu şəkil, mən bugünkü gün kirada yaşadığım mənzildə, bax məni yoxlaya da bilərlər. Övladlarımı, ailəmi, bütün, yəni mənim yoldaşımdır, 2 övladımdır. Yəni bunlardan başqa mənim həyatda heç kimim yoxdur, heç kimim. Ona görə də mən bugünkü gün təkəm, mənim tək inandığım, güvəndiyim, arxam, dayağım, hər şeyim mənim dövlət başçımdır. Ürəyimdir, canımdır, cənab İlham Əliyevə mən güvənirəm, inanıram, bu işi şəxsi nəzarətinə götürəcək. Çünki hər zaman mənim atama hörmətlə yanaşıb, çünki hər zaman qürur duymuşuq, hər zaman biz evdə söhbət edəndə, atamla anam söhbət edəndə deyirdi ki, səni İlham Əliyev, dövlət başçımız necə çox hörmət edir, necə sevir, necə dəstək verir. Yəni bugünkü gün xahiş edirəm, bütün mətbuatdan xahiş edirəm. Yəni sabahlarım Ehtiram Əliyev, onun qohumları, əqrəbələri həbs olunandan sonra bunu paylaşmaq lazım deyil. Onu paylaşıb işıqlandırmaq lazım deyil. Onu bu günlərin paylaşmaq lazımdır. Onu bugün paylaşmaq lazımdır, ifşa eləmək lazımdır. Mənimlə birgə ekrana çıxan bir qadın var idi. İnanın Allaha, mən o qadından ötəri zülüm oturdum, ağladım. Həmin qadının elə bir vəziyyətə salıb ki, qızının qucağında körpü uşaqla qız qalıb küçələrdə, çöllərdə, qadın evinə gətirir ki, sən gəl, qız deyir, yox, sən bu evi niyə qoydun ki, bugünkü gün Ehtiram Əliyev belə bir, necə deyim, valla bilmirəm ona nə söz tapım. Qeyd edək ki, bir neçə gün öncə hazırladığımız sujetdə sözü gedən şəxsin həmin qadını təhdid etməsi ilə bağlı səs yazılarını da yaymışdı. Oğlu da, kürəkəni də, Daxili İşlər Nazirinin işçisidir, onu da eləməsəm, mən namussuzum. Sən mənə şantaj eləyirsən balalarımla, eləmi? Yox, balamız. Sənə tət çıxartdırırsan. O faktdır da, yaxşıdan mənə qarşı eləyə bilərsən. Mən sana qarşı eləmişəm, mən yanmış qurbanlardan biriyəm. Mənim haqqımda sən götürüb mən haqqımda nüfuzuma sən xələl gətirə bilərsən. Hansı nüfuzdan danışırsan? Nə? Hansı nüfuzdan? Ev yıx. Evləri əldən almaq, cavan gəlinləri küçədə qoymaq. Belə bir əksik hərəkət elədi ki, bugünkü gün biz çöllərdə qalmışıq. Bugünkü gün o qadının qızının evi dağılıb. Bugünkü gün onların evində qan göz yaşları axır. İnanın Allaha, mən o qadının bir dəfə ağlamağını gördüm. Dedim, bu ağlamaqla mən inanmıram ki, o insan xeyir tapa. O bizdən qazandığı, o qanlı faizlərlə xeyir tapa. Mənim atam o evi zülümlə, ayağının izi ilə, ayağının şıramları ilə qazanıb, Ehtiram Əliyev.
Mənim atam Ağdamda qurduğu o gözəl imarəti, o gözəl evi ermənilər dağıtdı. Bugünkü gün Azərbaycanda isə sən dağıdırsan, mən sənə nə ad qoyumunu bilmirəm. Bugünkü gün artıq mən nə deyim bilmirəm, amma inanıram. Və sonuncu dəfə çıxıram bu efirə, bu ekrana sonuncu dəfə çıxıram. Bir daha bütün mətbuat işçilərinə xahiş edirəm. Mənim videom kiminsə qabağına çıxarsa, xahiş edirəm, paylaşaq, dəstək olaq, cənab prezidentimizin məlumatı olsun, Faktor Leasingin iyrənc əməllərindən məlumatı olsun. Faktor Leasing MMC şirkətinin rəhbəri Ehtiram Əliyev maxinasiyalar edir. Tək mən deyiləm, onlarla insan var, bugünkü gün onlarla insan var. Yaxın qohumunun adına evi keçirdirsən, yaxın qohumunun adından Ruslan Aliyevin adına keçir, elə də sənə kredit açırlar. 105 min manatla mən oradan çıxdım və xahiş elədim ki, mənə 6-7 ay kömək ol. O məni inandırdı və mən buna inandım. Ondan sonra 8 aydan sonra mən bu insana yaxınlaşanda artıq öz sistemində mənə göstərdi ki, 205 min manat sənin bizə borcun var. Halbuki 57 minə qədər pul ödəmişəm. 57 minə qədər pul ödəmişəm mən o insana. Yenə deyirəm, mən bugünkü gün artıq çox çarəsiz bir durumdayam. Mənim evimdə Elbrus Abbasov böyüyür. Atamın adını daşıyan bir insan böyüyür. Bəlkə də Azərbaycan futbolunda adını qızıl hərflərlə yazdıran ikinci Elbrus Abbasov gəlir Azərbaycan futboluna. Amma bugünkü gün Ehtiram Əliyev bizi yaşamağa imkan vermir, qoymur. Qazandığı milyonları Türkiyədəki yaxtalarına, Türkiyədəki varına, dövlətinə, sərmayələrinə, binalarına yatızdırır. İki övladın ikisində Amerikada, İngiltərədə qoy oxusun, mən onu heç nə demirəm, oxutsun. Amma bugünkü gün mən övladımı məktəbə yola salmaq üçün mən ona məktəbli paltar ala bilmirəm. Hər dostumdan 50 manat, 30 manat, 40 manat alıram ki, mən övladlarımın geyimlə təmin edim. Məktəblərini təmin edə bilim, amma bugünkü gün mənim övladlarım məktəbdə özlərini sındırmırlar. Mən bugünkü gün bu vəziyyətdəyəm. Mən yenə deyirəm, Ehtiram Əliyev, Allahdan qorx. Allahdan qorxum varsa, 105 min manatı mənə 205 min manat elədin. 350 minlik, 400 min dəyərlik, yəni son anda çölə atsan 350 minə satılan bir evi sən pirikupşiklər gətirdin, makrellər gətirdin, elə bir insanlar gətirdin mənim evimə saldın ki, gecə saat 2-də də mən evdə yata bilmirdim. Mən yığırdım ki, Ehtiram Əliyev, bu nədir? Bu vaxt mənim evimə sən niyə makrel göndərsən? Onlar pirikupşiklərdi, alıb satan insanlar idi. Və məni bugünkü gün bu insan bu vəziyyətə saldı, çətin duruma saldı, ağır duruma saldı, yenə deyirəm. 350 min, 400 min arasında olan evimi Bakı Sağlamlıq Mərkəzinin qarşısında, Azadlıq prospektində olan mənzilimi, Ehtiram Əliyev 4 otaqlı mənzilimizi Allah cənab prezidentimizin canına sağ eləsin, Allah cənab prezidentimizi bizim başımız üzərimizdən əski eləməsin. Həmin mənzili sən bir yetim övladın əlindən, atası olmayan, anası olmayan ağır faciə ilə 17 gün arayla 2 valideyni itirmiş bir insanın əlindən alırsansa, mən inanmıram ki, sənə Allah bağışlayar. Mən ona inanmıram. Amma sən bugünkü gün milyonların içindəsən, milyonların içində üzürsən. Mənim heç kimin milyonunda, manatında gözüm olmayan bir insanam. Hər zaman atamın əziyyətlə qazandığı, zəhmətlə qazandığı pula qane olan bir insanam. Qane də olmuşuq, yaşamışıq da, dövlətimizi, dövlətçiliyimizi dəstəkləmişik. Ölənə qədər də dəstəkləyəcəm. Ölənə qədər də mənim ömürlük prezidentim cənab İlham Əliyevdir. Bunu mən hər yerdə demişəm, hər yerdə də deyəcəm ölənə qədər. Atam da son nəfəsinə qədər deyib, anam da son nəfəsinə qədər deyib, mən də deyəcəm. Bir daha xahiş edirəm, bir daha dövlət başçımız cənab İlham Əliyev sizdən xahiş edirəm. Sizə yalvarıram, Mehriban xanım, hörmətli anam, sizə yalvarıram. Ehtiram Əliyevin bu çirkin əməllərinə son qoyulması haqqında göstəriş verəsiniz.